Üçlü bir münasibətiniz var və tez-tez soruşduğunuz suallar var. Üçüncü şəxslə münasibəti hansı enerjidədir? Axırı nə olacaq? Gəl baxaq. Hal-hazırda fikrindəki insanın üçüncü şəxslə münasibəti hansı enerjidədir? Fikrindəki insanın üçüncü şəxsə enerjisi nədir? Üçüncü şəxsin fikrindəki insana enerjisi nədir? Onları nə birləşdirir? Birinci buna baxaq. Münasibətlərinin enerjisi. Münasibətləri toksik bir enerjidir. Burada mütləq ki, hansısa bir fitnə fəsad var aralarında. Yəni, belə deyim də, hansısa bir magiya ola bilər, hansısa bir cazibəmi ola bilər. Belə bir enerji çıxır burada bir-biri ilə. Çünki düzgün bir birlikdəlik deyil. Burada hansısa hiylə ilə olan bir birlikdəlikdir bunlarınki. Belə çıxır. Okey, gəl baxaq. Hiylə ilə və ya hansısa bir magiya ilə bağlılıqla olan birlikdəlikdir. Okey. Fikrindəki insanın üçüncü şəxsə enerjisi nədir? Fikrindəki insan yorulubdur, nə edəcəyini də bilmir əslində. Bu münasibətdə özünü qorumaq istəyir, bu münasibətdə özünü qorumağa çalışır, amma üzərində hansısa bir güc var. Yəni, belə deyim, öz ixtiyarı, iradəsi özündə deyil. Üçüncü şəxsin ona qarşı hansı enerjidədir? Üçüncü şəxs. Üçüncü şəxs ona qarşı gəh aqressiya ilə, gəh sözlərlə, gəh hansısa bir ifadələrlə, yəni istədiyi kimi idarə eləməyə çalışır. Belə deyim sizə, istədiyi kimi planlar etməyə çalışır. Yəni, burada üçüncü şəxs burada ya güclə, ya hansısa bir magiya ilə, ya hansısa bir şantajla situasiyanı, durumu istədiyi kimi idarə etməyə çalışır. Mübahisələri var və bu münasibətin stabilliyini istədiyi kimi qorumağa çalışır. Üçüncü şəxsdir. Onları birləşdirən nədir? Onları birləşdirən hansısa sözləşmədir, hansısa sazişdir. Belə deyim də, ola bilsin, əgər bu evlilikdirsə, ətraf mühitin fikridir, ətraf mühit qınağıdır, onları birləşdirən, amma ailə daxili və ya münasibət daxili söhbəti bilmək istəyirsinizsə, qəlb qırıqlığı ilə olunan bir münasibətdir. Belə deyim. Üçüncü şəxsin bu münasibətlə əlaqədar planı nədir? Üçüncü şəxsin bu münasibətlə əlaqədar planı nədir? Nədir planı? Üçüncü şəxsin bu münasibətlə əlaqədar planı odur ki, liboy bir situasiyada, hər cür ayrılıq situasiyasında və yaxud da ki, aralarında əgər ayrılıq mı, əgər evlidirlərsə, boşanmaq mı, belə bir situasiya varsa, o situasiyanı əlinə alsın və hər cür şəkildə ayrılığın qarşısında əngəl qoysun. Belə bir şeydir. Bəs fikrindəki insanın üçüncü şəxslə əlaqədar planı nədir? Fikrindəki insanın heç bir planı yoxdur. Yenə deyirəm, bu insanın ya səhhətindən əlaqədar problem var, ya hər nədirsə, yəni belə deyim, toksik bir ilişkidir, toksik bir münasibətdir. Heç bir duyğusal bağı yoxdur burada. Sadəcə manipulyasiyalardır, üçüncü şəxslərin müdaxiləsidir və yenə deyirəm, bu insan burada öz fikri yoxdur, öz sözü yoxdur. Gəl belə baxaq. Bəs bunların münasibətlərinin nəticəsi nə olacaq? Gəl bir dənə buna baxaq, sənə çox maraqlı olan. Bunların bu ilişkinin axırı nə olacaq? Fikrindəki insanın üçüncü şəxslə ilişkisi nə ilə nəticələnəcək? Nə ilə nəticələnəcək? Nəticəsi boşluq gəlir. Bu münasibətdə ayrılıqla əlaqədar boşluq gəlir. Yenə deyirəm, bu dəqiqə bunları birləşdirən hansısa bir, yenə deyirəm, saziş var, məcburiyyət varsa, bağlılıq varsa, sadəcə ona görə bunlar birlikdədirlər. Dəfələrlə ayrılıq situasiyaları olubdur, dəfələrlə ayrılıq söhbəti olubdur və axır əvvəl bunların axırı yoxdur və axır əvvəl bunların, belə deyim də, ayrılacaqlar. Ayrılıq görünür. Belə deyim də, bu insan dəfələrlə cəhdlər eləsə də fikrindəki insan axır əvvəl o addımı atacaq. Gəl baxaq, bunların axırı nə olacaq? Bu münasibətin axırı nə olacaq? Bu münasibətin axırı. Yenə deyirəm, bu münasibətin axırı neçə dəfələrlə bunlar üçün ayrılıq bir situasiya ola bilər, ayrılıq bir problem, sıxıntı ola bilər, neçə dəfə ayrılığa cəhd eləyə bilər, ətraf mühitmi, qohum, əqrəba mı, hər kimlərdirsə bunları birləşdirməyə cəhd eləyə bilər. Yəni, belə deyim, əgər burada ortada magiya varsa, o magiya bitməmiş bunların axırı, belə deyim də, bunlarda ayrılıq söhbəti ola bilməz, amma ümumiyyətlə bunların birlikdəliyi yoxdur. Ümumiyyətlə bunların qisməti birlikdə deyil. Sadəcə baxın,
magiya gücü ilə, hansısa bir məcburiyyətlə bunların birlikdəliyi var. Yəni yaxın gələcəkdə bunlar üçün yol ayrılığı görmürəm. Çünki dəfələrlə qarşı tərəf, üçüncü şəxs əlindən gələni eləyir ki, bu münasibət davam eləsin və bu münasibətdə stabillik və onun sözü oxunsun, sözü keçsin. Gəl belə baxaq yenə. Fikrindəki insan bəs o insandan qurtula biləcəkmi? Fikrindəki insan ondan qurtula biləcəkmi nəticə etibarilə? Görmürəm. Tez bir vaxtda görmürəm. Yenə deyirəm, çünki bunları bağlayan bir məsələ var. Ya bunların birlikdə əgər partnyorluqdursa, işgüzarmı, maddimi, hansısa bir məcburiyyət var ki, bu insan o şeyləri buraxıb o ilişkidən çıxa bilmir. Ona görə də məcburi şəkildə davam eləyir. Kartların sənə məsləhəti nədir onlarla əlaqədar? Kartların sənə məsləhəti nədir bu münasibətlə, onların münasibəti ilə əlaqədar? Kartların sənə məsləhəti odur ki, o insanı, belə deyim də, müdaxilə etməyə çalışma. Yəni, bu münasibətdə zərərli sən çıxa bilərsən. Məsələ budur ki, bax, nə qədər müdaxilə etməyə çalışsan, zərərli sən çıxa bilərsən. Yaxşı, gəl baxaq, əgər fikrindəki insanla münasibətin davam eləyirsə, onunla münasibəti davam etmək sənin üçün xeyirlidirmi? Yox, onunla münasibət davam etmək xeyirli deyil və hətta onunla münasibətin sizin ayrılığınızla bitəcək. Üçüncü şəxslə yox, sənin bu situasiyadan gedişinlə bitə bilər və bu sənin üçün çox ədalətli bir qərar ola bilər. Çünki, belə deyim də, kartlar deyir ki, qarışma da, yəni sən bu situasiyaya qarışma, burada zərərli sən çıxa bilərsən, sadəcə geri çəkil və kainata, zamana burax. Bu qədər aldım, qəbul edilməyəz. Ətrafa baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.